Doktor, mənim üçün bir şey də maraqlıdır ki, bəs niyə pasientlər daha dərindən bu problemləri həll etməyə əvəzinə bu şəkildə səthi problemlərə üst tuturlar? Yəni kremlərlə, serumlarla bu problemləri aradan qaldıracaqlarını düşünürlər. Ona görə ki, biz hamımız nağıla inanmaq istəyirik. Təəssüf ki, insanlar daha çox influencerlara, ya satıcılara inanır, nəinki həkimə. Məsəl üçün, olan bir hadisədən danışım, xanım gəlib, onun üzündə melazmadır. Melazma tam müalicə oluna biləcək bir problem deyil. Biz onu nə qədərsə kontrol altına alsaq da, Maksimal azaldır. onun hardası da izi qalacaq. Düzdür, siz bu xanımla danışanda, məsəl üçün, müalicə bitəndən sonra siz onunla danışanda, xüsusən xanım yüngül bir makiyaj istifadə edibsə, siz onun izini görməyəcəksiniz. Bir xanım yaxınlaşmışdım, biz melazmadan danışdıq. Mən dedim ki, melazmanı tam kontrol altına almaq üçün təxminən 3 il vaxt gedir. Bu demək deyil ki, xanım 3 il müalicə olunmalıdır. Xeyr, 3 il ərzində 5-6 aylıq kurslar olur və əksər hallarda çox gözəl kontrol altına alınır. O xanım dedi ki, bu çox uzun çəkəcək, çox vaxt aparır, inanmadı, kədərləndi. Məndən sonra o bloqera üst tutdu. Nəticəni başa düşürsüz, bahalı kremlər, hansısa ev şəraitində istifadə olunan vasitələr. Yəni 3 ildən sonra xanım mənim yanıma gəldi. Yəni biz bu 3 ildə kontrola ala biləcəyimiz bir məsələni bu vaxtda itirdik. 3 il ertələdi. Yəni biz sadəcə olaraq bəzən insanlar düz sözü eşitmək istəmirlər.